Ötən həftə Maliyyə Nazirliyi bir ilkə imza atdı. 1 milyard manat vəsaiti 4 bankda səhv eləmirəmsə depozitə yerləşdirib. Maliyyə Nazirliyi bir açıqlama yayıb ki, bu vəsaitdən 18 milyon manatdan çox faiz gəliri əldə olunacaq. O hansı müddətdə? Səhv eləmirəmsə 3 ay müddət. Qısa müddətdə. Bəli, 3 ay müddətindədir. Ümumiyyətlə bu nə vəsaitdir? İstəyirəm buna aydınlıq gətirəsiniz və bunun indi burada qeyd edirlər ki, Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, bundan sonra da belə davam olunacaq. Bunun faydası nədir? Faydası işte dediyiniz rəqəmdədir. Yəni 3 ay müddətində 18 milyon vəsait, 18 milyon vəsait az pul deyil 3 ay müddətində. Bu büdcənin 3 aylıq hesabatında, yəni Mərkəzi Statistika Komitəsinin hesabatında, Dövlət Statistika Komitəsinin hesabatında demək 3 ayda 1,6 milyard profit var. Yəni gəlirlər xərclərdən 1,6 milyard manat çoxdur. Yəni bu sərbəst vəsaitin olması anlamına gəlir və bunun da bir hissəsinin təxminən 1 milyardının o şəkildə 3 ay qısa müddət. Yəni istifadə olunmayan, orada gözləyən vəsaitdir də. Bununla istifadə eləməyin məncə yaxşı bir haldır ki. Bəli, həm bank üçün çox faydalıdır, çünki bank bunu resurs kimi istifadə edir. Bank onun hesabında yatan vəsaitləri istər-istəməz onun avtomatik resursuna çevrilir. Yəni banklar da bu resursu əldə etməklə özlərinin durumunu daha da yaxşılaşdırırlar. Yəni dövriyyədə daha çox pul olur. Kredit vermə imkanlarını yaxşılaşdırırlar. Və digər tərəfdən də dövlət də bundan qazanır. Nəticə etibarilə belə deyək də bu faydalı bir əməliyyata çevrilir. Təbii ki, bu mahiyyət etibarilə, yəni bu işin fəlsəfəsi nəticə etibarilə hər iki tərəfə, həm depoziti yerləşdirənlərə, həm də depoziti alıb ondan istifadə edənlərə faydalıdır. Faydalıdır, bəli. Bizim xaricdə də kifayət qədər vəsaitimiz var. Necə düşünürsünüz? Onları da Azərbaycana cəlb edib, Azərbaycan banklarında depozitə qoyub, kredit şəklində verib, iqtisadiyyatı biraz da canlandırmaq, inkişaf elətdirmək mümkün deyil. O resurslardan necə istifadə etməklə bağlı biz dəfələrlə fikirlər səsləndirmişik. Bəzən indi neft şirkətinin, neft fondunun bir saytına girsəz, orada o aktivlərin necə yerləşdirilməsini görəcəksiniz. Yəni burada şəffafdır, hər şey orada hamısı görsənir. Bəzən bir çox yerlərdə pasiv biznesə üstünlük verilməsi mən tərəfdarı deyiləm. Yəni öz fikirlərimi səsləndirirəm. Məsələn, deyək ki, hansısa bir ticarət mərkəzinin, hansısa bir biznes mərkəzinin alınması, bilirsiniz də belə bir mərkəzlərin işlənməsi icarə haqqı prinsipləri ilə fəaliyyət göstərilir. Deyək ki, yatırım edilib, şərti deyək də, Yaponiyada hansısa bir ticarət mərkəzi, böyük ticarət mərkəzi alınıbdır. Bu ticarət mərkəzinə şərti deyək, 300 milyon vəsait xərclənibdirsə, oradakı icarə haqqı ilə bu 300 milyon hardasa bir 30 il, 35 il, 40 il geri qayıdacaqdır. Bu pasiv biznesdir, bu pasiv işdir. Yəni, onu daha aktiv şəkildə istifadə etmək daha öncül məsələ. Düzdür, vəsaitlərin bir hissəsi böyükdür vəsaitlərdə. 61 milyard neft fondunun vəsaiti var. O bütövlükdə. Bu nağd vəsaitdir yoxsa? Yox, bu gəlib nağd şəkildə gəlib, indi bu aktivlərə yerləşdirilir. Aktivlərə yerləşdirilir. Yəni həm əmlakdadır, həm də pul kimidir. Bunu daha aktiv formada istifadə etmək mümkündür.